Bir qumarbaz daha çox qumar oynamaq istəyir. Bir narkoman daha çox narkotik istəyir. Onun da arzuları budur. Sən heç nə eləyə bilməzsən. Heç nə eləyə bilməz. Bəzi insanlar çox rahat və asan şəkildə uğurlu olarkən, digərləri uğursuz olur. Genetik hansı kod əncəl olur ki, mən bu pulu qazana bilmirəm, səyahətə gedə bilmirəm, işlərim daşdan çıxır. Arzumuza çatmaq üçün ən rahat üsullardan biri təəccüb hissi keçirmək. Bu ən çətin tərəfi budur. Hər şeyi kontrol etmək istəyən şəxs daxilində Allahlıq iddiası olan şəxsdir. Aman Allah, qorxdum Murad bəy. Bəli. Bəlkə də bir çoxunuz məni illər öncə Ayniz televiziyasındakı Göyçək Fatmə serialından tanıyırsınız. Orada mən gənc bir qızın daxili oyanışını, transformasiyasını, maneələrə baxmayaraq öz ayaqları üstündə necə möhkəm şəkildə durduğunu canlandırırdım. İllər keçdi, biz böyüdük, həyat bizi dəyişdi. Bugün isə biz sizlə düşüncənin gücündən danışmağa və şuuraltımızın sirlərini öyrənməyə başladıq. Bütün bu teatr, kino və şuuraltı səyahətim əslində mənə bir şey öyrətdi. Mən başa düşdüm ki, əslində bizim hər birimiz öz həyat hekayəmizin başrol ifaçısıyıq. Bəs nədənsə bizim o böyük və ən saf arzularımız elə ssenarilərdə olduğu kimi müəyyən bir nöqtədə ilişib qalır? Niyə dilimizdə bir şeyi çox istədiyimizi desək də, şuuraltımız bu arzunun çin olmasına hansısa bir əngəl yaradır? Bugün həyat ssenarimizin qalın divarları arxasında gizlənən o kök inancları, arzuların kvant fizikasını danışacağıq. Bunun üçünsə mənim çox gözəl, dəyərli həmsöhbətim, hamımızın sevimlisi, kvant və teta healing təlimçisi, şuuraltı terapist və şəfaçı Murad Quluzadə var. Murad bəy, xoş gəlmisiniz. Xoş gördük Nəzakət xanım. Hər birinizi salamlayıram. Bu möhtəşəm təlim üçün, tədbir üçün minnətdaram. Biz minnətdarıq ki, gəlmisiniz. Siz bizim ilk podkastımızın ilk qonağısınız. Buna görə çox mutluyuq Murad bəy. Sağ olun Nəzakət xanım. Hər kəs salamlayıram. Hər kəsə minnətdaram. İnşallah xeyirli, uğurlu, düşərli olsun. İnşallah. İzləyən hər kəsə şəfa və işıq olsun. Hər kəs aydınlansın, oyansın, özünü tapsın. Mən də minnətdaram sizə. Əla. Murad bəydən də xeyir dua aldıq. Artıq söhbətimizə keçid ala bilərik. Murad bəy, heç mən fikir verməmişdim bu mövzunu hazırlayanda. Sonra baxıram ki, ilk podkast, ilk qonaq Murad bəy və mənim də mövzum arzular haqqındadır. Elə Murad sözünün mənası da arzu, istək deməkdir. Mən biraz öncə Göyçək Fatimədən danışdım. Həqiqətən düzdür, üstündən 13 il keçib Murad bəy. Mən orada çox özünə dəyər verməyən, özünü sevməyən, ətraf mühitin təzyiqlərinə məruz qalan bir qızı, zəif bir qızcığazı canlandırırdım. Amma sonra o sanki oyandı, daxilindəki işığı oyada bildi. Filmin sonunda biz onu tamam başqa bir obraz olaraq gördük. O artıq öz ayaqları üstündə möhkəm dayanan, özünə güvənən, öz şəxsi sərhədlərini qoyan, özünü sevən güclü lider bir xanıma çevrildi. Və filmin də elə belə bu cür inkişaf xətti diqqətimi cəlb elədi. Aktrisa kimi razılaşdım, oynadım, böyük uğur da qazandı. Və sonra diqqət eləyirəm ki, real həyatımızda da çox vaxt belə olur. Bəzi insanlar böyük arzular qururlar, istəkləri olur, amma cəmiyyətin qınaqlarından dolayı ya da uşaqlıq travmalarına görə sən bacarmazsan, bu səndə alınmaz, ya da sən buna layiq deyilsən kimi, necə deyim, mənfi, negativ kodlara görə o öz böyük arzularından vaz keçirlər. Bəli. Burada arzulara çatmaqdır mövzu və əslində günümüzdə olan ən qlobal mövzulardan biridir. Niyə? Çünki insanlar arzulara çatmaq üçün manifestlər edir, meditasiyalar edir, bəzən dini ziyarətgahlarda nəzir deyirlər və yaxud kitablar yazırlar, dəftərlər yazırlar. Çünki hər qəlbdə, hər niyyətdə bir arzu, bir istək, bir kamal var. Arzulara çatmağın sirri mövzusu biraz dərin mövzudur. Bəzən mənə sual verirlər ki, bəs Murad bəy, arzulara çatmaq bu qədər asandırsa, özün niyə bütün arzularına çatmırsan kimi suallar gəlir. Əslində demək olar hamısına çatmışam. Elə onu soruşan, siz çatmamışsınız ki, bütün arzu. Şükür Allaha. Artığına da çatmışam. Sadəcə bugün mövzumuz bu olduğu üçün indi burada bunun həm ezoterik tərəfini, həm spiritual, həm psixoloji, həm də fəlsəfik tərəfini sizlərlə birlikdə izah edəcəm insanlara. Super. O zaman elə ilk sual odur ki, Murad bəy, biz necə eləyək ki, bizim arzularımız çox asan, huzurlu şəkildə, qısa zaman ərzində reallaşsın, gerçəkləşsin. Ümumiyyətlə arzu nədir? Biz ona necə yanaşaq və biz düz eləyirik ki, arzuluyuruq, həmişə nə isə istəyirik və daha sonra baxarıq görək bu arzular bizi hara aparacaq.
Aydındır, çox gözəl sualdır. Demək, bizim arzularımız əslində bizim ruhumuzdan gəlir. Bizim ruhumuzda zaten hər zaman arzu etmə istəyi var. İnsan ruhu təməl olaraq yaradılışdan etibarən doyumsuzdur. Yəni bizi heç nə qane eləyə bilməz. Narazıdır. Nə əldə etsək yenə də nəsə arzulamaqdayıq. Amma biz necə eləyək ki, arzuladığımız nüanslar bizim üçün rahat olsun. Niyə bura toxunuram? Elə insanlar var, baxırıq. Bəziləri çox xoşbəxt ailə qurarkən, bəziləri bədbəxt bir ailə qurur. Halbuki eyni cəmiyyətdə, dövlətdə, ortalama eyni statistik ailədə yetişiblər. Və ya baxırıq ki, bəzi insanlar çox rahat və asan şəkildə uğurlu olarkən, digərləri uğursuz olur. Və ya digərlərinə baxaq, bəzi insanlar ömürlərini sağlam, rahat, firavan keçirərkən, digərlərinin işi hər zaman daşdan çıxır. Hansı işə əl atsalar alınmır, problem olur, zülm çəkirlər də, imam zülmü çəkirlər deyirlər, elə bir deyim var. Bunun səbəbi bu insanların şuur altında yerləşən, bu insanların ruhsal inancında olan, genetik ötürülən və keçmiş həyatdan aldıqları inancdır. Bizim həyatımızda sadəcə şuuraltı rol oynamır. Eyni zamanda bizim 4 əsas inanc səviyyəmiz var. Var genetik ötürülən inanclar. Genetik ötürülən inanclar içərisində bizim arzularımıza əngəl olacaq kodlar var. Misal, əgər mənim ulu babamdan mənə ötürülən kod varsa genetik olaraq çox pul haramdır, mən nə qədər çox pul qazansam da bu pulu itirəcəyəm. Və ya mənə ötürülür ki, əgər sən uzaq yerə getmək olmaz, belə bir qorxu var genetik olaraq. Deyək mənim ulu babam, nənəm uzaq bir yerə gedib, zillət görüb, əziyyət görüb orada. Onun beynində olur ki, səyahət etmək olmaz, uzaq yerə getmək olmaz. Murad nə vaxt ayrı bir şəhərə, fərqli bir yerə getsə əziyyət çəkəcək. Çətinliklər ortaya çıxır. Bəli, çünki orada kod var, genetik bir kod. Genetik koddan əlavə bizə yüklənən mənfi enerjilər də olur. Bunun içində lənətlər var, qarğışlar var, ah-nalələr var, karmik enerji var. Mütləq bunlar təmizlənməlidir. Arzuya gedən birinci yolda genetik kodlardır. Deyək ki, bunu açdıq, izah edəcəm. Necə təmizlə? Sadə bir insan bunu necə eləsin sadə? Genetik kodları təmizləmək üçün müqəddəs İslam dini deyir ki, tövbə etmək lazımdır. Sadəcə gərək biləsən axı nəyə tövbə edəsən. Onu tapmalısan. Onu tapmaq lazımdır. Yəni sənin şuur altındakı o neqativ proqram hansıdır? Ya əlbəttə, inancın hansıdır? Genetik hansı kod əngəl olur ki, mən bu pulu qazana bilmirəm, səyahətə gedə bilmirəm, işlərim daşdan çıxır. O kodu tapmaq lazımdır. Yəni bu bizim özümüzdən asılı olmayaraq bu inanc işləyir, yəni öz işini görür. Tapmaq üçün üsulu deyəcəm, narahat olmayın. Meditasiyanı öyrədin. Mütləq. İkinci üsul bizim ruhumuzda olan inanclardır. Bizə ruhsal olaraq bizim ruhumuzda inanclar var. Bəzən reqression seanslarında və ya keçmiş həyat, indiki həyat və yaxud ruhun nəyisə xatırlayır. Məsələn, heç olubmu ki, sən durmusan və deyirsən ki, mən bu anı yaşamışam. Hə, deja-vu deyir, bəli. Əslində bu ruhun nəyisə xatırlamasıdır. O nə vaxtsa baş verib, indi mən bunu xatırlayıram. Yəni belə düşün, hal-hazırda sən indiki anda getsən və balaca nəzakəti aparaq, gedək deyək ki, mən 6 yaşında nəzakəti qucaqla. Deyirik meditasiyada onu sev, öp, qucaqla, enerji ver. Sən onu sevib öpüb ona sözlər deyirsən, misal deyirsən nəzakət sən dəyərlisən, ağıllısan. O anda o yaşdakı nəzakət o səsi eşidir. Bu nə deməkdir? Nəzakətin deyək 6 yaşı var. Nəzakət evdə tək qalıb və deyirsən ki, mən uşaqlıqda Murad bəy oturmuşdum və birdən-birə qapalı otaqda səs eşitdim. Əslində o eşitdiyin səsi nəyə bağlayırsan? Varlığa, cinə, ruha elə deyil. O elə öz səsindir. İndiki nəzakət ordakının yanına keçəndə sən əslində zamanda səyahət edirsən bir növ. Zamanı bükürük. Zamanı bükürsən. Əslində orada özün öz səsini eşidirsən. Sadəcə bunu indi o algılamır axı beynimiz. Bunu ayrı varlıqlara bağlayırıq. Düşünürük ki, ətrafda kimsə var. Bəli. Təməl olaraq bizim ruhumuzda inanclar vardır. Çünki ruh bir həyat yaşamır. Biz çoxlu həyatlar yaşayırıq. Nəzakət xanım bundan əvvəl ayrı bir şəhərdə, rayonda, ölkədə doğulub, orada uşaqları olub, ondan əvvəl ayrı bir yerdə və ruhun bura gələndə, ruhun o pərdəsi bağlanır və xatırlamırsan. Eyni nöqtəyə getsən xatırlayasan yenidən. Getmədiyi müddətcə xatırlamırsan. Bu doğrudur ki, biz özümüz dünyaya gəlməzdən əvvəl ruhumuz özü qərar verir, seçir müəyyən hadisələri. Necə deyim, coğrafiyanı, partnyoru, valideynləri, karmanı da hətta. 100%. Və ona görə ruhsal inanc vardır. Əgər sizin ruh müqaviləniz varsa, bu ruh müqaviləsi dəyişməyənə qədər bolluq açılmaz.
Deyəsən ruhun kontrakt bağlayıb ki, mən başa düşdüm. qıtlıqla bağlı əziyyət çəkməliyəm ki, bolluğun nə demək olduğunu öyrənim. Gedək ruhundakı bu inanc düzələk, əsas kontraktı o bağlayıb. Biz indi demək ki, sadəcə şuuraltı yetmədi. Bax, genetiki düzəltdik, şuuraltını düzəltdik. Qaldı ruh İndi ələ gəldik, ruhunda tapdıq pulla bağlı inanclar. Demək, ruhun yüksək mənliyini müqabilə bağlayıb ki, pul haqqında əziyyət çəkməliyəm ki, mən filan dərsləri öyrənim. Bu ən çətin tərəfi budur. Bəli. İndi... Yəni ruhun dilini, səsini necə eşidə bilərik? Bunu hər kəs eləyə bilər, yəni. Təbii ki, bunun üçün şəfaatçılar lazım eləsin. Yəni orada yüksək mənliyi ilə danışmaq, düzəltmək falan belə icra olunur. Yəni teta-healing seanslarında siz bunu eləyirsiniz insanlarla. O öz səsini, ruhun səsini eşidir və necə deyim, öz missiyasını tapır, niyə bura gəldiyini, hansı sazişlərə, razılaşmalara imza attığını xatırlayır. Hər birini xatırlayır, lazım olmayanı ləğv eləyir, lazım olan qalır. Bəs xatırlayanda o əziyyət çəkmir burada? Əslində mutlu olur ki, fərqinə varır. Fərqindəlik yaranır. Bir anlıq o işıq yaranır. O proqramda olduğu kimi içimizdəki işıq. O işığa gedir və fərqinə varır ki, mən də buna görə gəlmişdim. Mən niyə bu qədər bu boş, mənasız həyatda süründüm, mənasız insanların dalınca düşdüm? Əslində o niyə gəldiyini xatırlayır. Tamamilə özə qayıdır. Bəli, özə qayıdır. Bəli. Və üçüncüdən sonra dördüncüdür. Dördüncü bizim keçmiş həyatdan aldığımız inanclar var. Keçmiş həyatda deyək ki, əgər sən xəyanətə uğramısansa, bu həyatda münasibət qurmaqla bağlı problemlər yaşayasın. Güvənsizlik olacaq. Heç münasibət qurmamısan, deyəsən 15 yaşın var. 15 yaşındakı nəzakət. Baxırsan ki, bu qız şübhəcildir, insanlara güvənmir, xəyanətə uğrama qorxusu var. Ana-atası normaldır. Heç kim buna xəyanət eləməyib. Ana-atası da normal insandır, yəni ayrılmayıblar. Bu insan niyə xəyanətdən bu qədər qorxur? Niyə güvənsizlik var, şübhəcilik var, paranoya var? Keçmiş həyatdan gətirilən inanclar var. Yəni ya genetikdir, ya ruhsaldır, ya 0-6 yaşlı, ya da keçmişdir. Bunu da düzəldəndən sonra artıq düzəlir. Bütün yollar açılır, qapılar Bütün yollar açılır dərkən bu səfər bizim eterik bədənimiz dövrəyə düşür. Eterik. Deyəsən ki, yenə bir şey. O nədir, yenə? Dəf eləyə, qapıları aça-aça gedirik görək. Tam dərinliklə deyirəm ki, tam professional bir proqram olsun da insanlar üçün, izləyici tam tutsun. Biz elə buna görə məhz sizi dəvət eləmişik. O qədər sadə və anlayışlı dildə danışırsınız. Əslində bu çətin, dərin fəlsəfi mövzudan biz danışırıq bu dəqiqə. Deyə gülə-gülə danışırıq, düzdür. Amma əslində bunu dərk eləmək biraz beyni qarışdırır. İndi tam izah eləyəcəm, özləri də eləyə biləcək o dərəcə. Daha sonra keçirik bizim bədənimizə. İndi biz az öncə nəyi öyrəndik? Bizim zehnimizi və ruhumuzu. Demək 0-6 yaş, yəni şuur altı ilə işləyəndə biz zehin səviyyəsində işləyirik. Digərləri ruhdur da, keçmiş həyatdır, bizim ruhsal inancımızdır. Genetik səviyyə də bizim zehnimizdir. Demək ruh və zehni buraxdıq. Burada da pulla bağlı, arzuya çatmaqla bağlı blok yoxdur. Qutardı. İndi gəldik bədənə. İkisi bəs eləmir də, gərək. Üçüncü səviyyə var. Hamısı tam olmalı. Biz 3 səviyyədəyik axı. Bədən, zehin, ruh. Ruhu əldə elədik, zehni əldə elədik. İndi qaldı bədən. Bədəndə bizim bədənimizdəki hücrələrin yaddaşı var. Hər bir hüceyrə yaşadığımız bütün situasiyaları və hadisələri qayd eləyir, yaddaşa vurur. Və həmin anda o reaksiyanı təkrarlayırıq. Hüceyrədən əlavə bizim əzələmizin yaddaşı vardı. Misal, mən əvvəllər uşaqlıqdan idman eləyən biri olmuşam. İndi mən 10 gün idmana gedim, o dəqiqə əzələm yerinə oturur konusu. Çünki əzələ yaddaşıma qeyd olunub. Bədən yaddaşında. Bəli, bədən yaddaşında. Və hücrəsəl yaddaş, əzələ yaddaşı bütün xoş hadisələrlə bərabər negativ hadisələri də özündə tutur. Misal, bunu özümüzdən necə çıxara bilərik? İsti su ilə çıxır. Bəli. İsti su nə edir? Bədəndəki toksinləri atır. Məsələn, səhərlər deyirlər, ilıq su için. İçirik Murad bəy, içirik belə. O həm metabolizmanı gücləndirir. Biz tərlədikcə xəstələnəndə deyirlər, tərlə. Bədən o qorxduğu, incidiyi nüansları atır o anda. Bədən yaddaşında qalan o neqativ enerjiləri çıxardır. O su ilə gedir. Ona görə deyirlər, çoxlu su içmək lazım. Çünki bədənimizin böyük faizəsi sudur. 70% hissəsi belə. Ay sağ ol. Bir sudur. İki, bax misal, deyək ki, əgər mən maşın qəzasına uğramışam uşaqlıqda. İptal. Uşaqlıqda deyə uğradım, nümunə. Bu zaman yolda mən gedəndə 2 maşın toqquşsa, mən oranı görsəm, zehin o ana aparır və mənim hüceyrə yaddaşım və əzələ yaddaşım
eyni anı və eyni hissi yaşadır mənə. Sanki sən gərilirsən o anda. Aha. Və bu sənin bütün toxumalarına, üzərələrinə oturur. Ona görə bu anda gərək həmin insanın pulla bağlı, səyahət etməklə bağlı, evlilik arzusu nədirsə də, min bir arzu var. O nüansla bağlı əzələ və hücrəsəl yaddaşında olan bu mənfi enerji onun bədənindən çıxa və onun yerinə müsbət enerji daxil ola. Amma bunu insan öz özlüyündə tək eləyə bilməzdi. Bunun Eləyə üçün bilər. Yöntəmini deyəcəm. Biz arzularımızı reallaşdırmaq üçün, bizə baxan tamaşaçılar üçün kiçik fərqindəlik çalışması, nəsə praktik bir çalışma verə bilərik ki, onlar özləri evlərində otursunlar, bunu həll eləsinlər. Hamısını verə bilərəm. Əla. Narahat olma. Əla. Burada bədən yaddaşı və əzələ yaddaşında olan bu neqativləri çıxarmaq üçün ruhsal əməliyyat dediyimiz bir proses var. Aha. Ruhsal əməliyyat necədir? Misal, sizin üzərinizdə deyirsiniz, qısaca göstərim 10 saniyəlik. İndi misal, gözünüzü yumun. Bir arzu deyin mənə. Ağlınıza gələn ilk arzu. Arzu, səsli şəkildə deyim. Burada deyinci nümunə göstərir. Mən elə istəyirəm ki, Murad bəy, arzu edirəm ki, bizim bu yeni kanalımız çox baxımlı olsun, tamaşaçı sayı, izləmələr çox olsun, sevilsin, tamaşaçılar tərəfindən uğur qazansın. Uğur arzulayıram. Uğurlu bir podkast olsun. Bəli, yəni hamı uğurlu. tanısın. Bəli. Tamam. Hamımızı burada olan hər kəsi. Nəzakət xanım, bədənimə sual ver. De ki, mənim bədənim. Mənim bədənim. Bu arzuma əngəl olan negativ enerji hansı nöqtəmdədir, hissəmdədir? Mənim hansı nöqtəmdədir, hissəmdədir? Bax gör bədənimin harasında əngəl olur ora. Haranda hiss eləsən de, o ağırlıq nöqtə kimi olacaq. Qaranlıq, ağırlıq. Hiss eləyirəm Murad bəy. Haranda? Mədə üzərində, empati çakra istiqaməti. İndi mədə çakranın üzərinə mən bir yarıq atdım, kəsdim onu. Ora açıldı hal-hazırda energetik olaraq, auranda oranı açmışam. Qarşında da bir klok var da, yəni torba, zibil kloku kimi klok. İndi oradan ora enerji axacaq, negativlər axacaq onun içinə. Bax gör nələr axır. Belə bəzən qara su görürlər, bəzən negativ görürlər. Nə axır? Boz tüstü hiss edirəm belə ki. Qoy axsın. Hiss edirəm mənfi enerji. Bəli, sonra orada şəkillər görə bilərsən. Hücrəsəl yaddaşının, əzələ yaddaşının tutduğu negativləri görəsən. Bax gör o nədir? Qaraltı palçıq kimi. Aha. Bilmirəm, belə görüntülər gəlir. Qoy axsın hamısı. Şahid olursan buna. Və sizlər də eyni qaydada icra eləyəcəksiniz bunu. Siz cərrahiyyə əməliyyatı deyirsiniz, amma oradan qan görünmür. Qan yox, cərrahi deyil, eterik bədən, yəni enerji sahənə kəsi yapmışam. Oradan axır. Qan olmayacaq. Hər zaman qaranlıq, bulanıq, boz və ya çirkli bir şeylər axacaq. Tüstü, qaranlıq tüstü görürəm. Boşluq olanda deyərsiniz. Rəng artıq şəffaflaşır. Təmizlənir elə bil. Tam təmizləndisə, indi həmin yarığı yenidən bağlayırıq. Öz zehninizlə də bağlaya bilərsiniz o kəsiyi. Aura sahənizdə. Elə bil ki, tikirik təzədən. Bəli, təzədən tik onu. Aha, bağlandı. İndi gözünü aça bilərsən, şifa olsun. Bu bədəndə olan, ay sağ ol. Bu nə idi? Bu nə idi? Bu bizim aura sahəmizdə hücrəsəl və əzələ yaddaşımızda tutulan negativ buraxmaq üçün bir texnikadır. Detailing-də də istifadə olunur. Misal, sathu kimi terapiya növləri var, mismarlar üzərinə çıxırlar və ya insanlar saunaya girir, daha çox kişilər istidən tər atsınlar. Onların əslində hamısı məqsədi bunu yaratmaqdır. Sadəcə biz bunu bu texnikada daha güclü yaradırıq. Nəinki bunu bir sathu və ya sauna yaratsın. Bu daha sadə idi. Daha sadə və daha sürətli. Tez və sadə. Bizim sunduğumuz bütün texnikalar sadə və sürətlidir. Ən optimal variant. Siz bunları Theta Healing seanslarında eləyirsiniz də? Yəni bunları Theta seansında orada öyrədirsiniz təlimlərdə, həm də seanslarda. Bəli, bəli. Allah, nə gözəl. Var olun, çox sağ olun. Sağ olun. Həqiqətən hiss edirəm ki, nəsə rahatlama baş verdi. Əlbəttə. İşıq gəldi, elə bir qəribə bir şey oldu. İndi demək mövzunu qoy birləşdirim insanlar üçün. Bəli, mütləq. Demək öyrəndik uğura gedən yolda nə lazımdır? Demək saydıq 4 inanc səviyyəmiz var. Keçmiş həyat,
genetik ötürülən 0-6 yaş və ruhsal. Bunlarda da arzularımıza engel olacaq blokajlar vardır. Bunlardan əlavə bizim bir də bədənimizdə tutduğumuz, yəni hücrəsəl və əzələ yaddaşında tutulan mənfi enerjilər vardı. Bunları çıxarmağı öyrəndik. İndi bir də qayıdırıq başa. Bu genetik, ruhsal 0-6 yaş və bizim ruhsal inanc səviyyəmizdə olan bu kodları necə üzərə çıxaraq? Bayaq sual verdiniz. Bu hansı texnika ilə üzərə çıxarsın? Mütləq ki bir texnika var onun üçün. Əlbəttə, bunun üçün də bir texnika var. Bunun üçün özünə ən pis nə olar sualı verə bilər o şəxs. Necə? Misal, gözünü yumur, dərin nəfəs alır. Mən də eləyəcəm. Eləyə bilərsən. Özünə sual ver. Əgər bu proqram çox uğurlu olsa da, ən prime proqram olsa, ən yüksək, ən kötü, ən pis nə ola bilər? Nəzakət xanım. Məncə pis heç bir şey ola bilməz axı. Gözəl olar. Heç bir qorxu gəlmir. Pis heç nə olmaz, yəni yaxşı olar, gözəl olar yəni. Bu sənin şuurunun sualıdır. Şuur deyir ki, heç nə olmaz. Tamam. Bax gör ruhun üçün ən pisi nə ola bilər? Baxın. Ruhum nə deyir? Ruhum sevinir. Sevinir. Demək ruhsal da yoxdur. Yox. Genetik avı düşün, səndən öncəki, əvvəlki nəsilləri. Bax gör onların bu proqramın sənin bu qədər tanınmaq və bir əngəl var ya yox. Dəstək hissi gəlir mənə. Heç biri qınamır, yargılamır. Yox, əksinə gözəl, xoş bir enerji gəlir. Dəstək hissi hiss eləyirəm. Tamam. Elə biləm onlar sevinir, fəxr edirlər əksinə. Bir də keçmiş həyatı yoxlayaq. Ən pis nə olar sualı ver. Bax gör ağlıva elə bir an gəlmir ki, daha əvvəlki həyatlarında nə vaxtsa uğurlu olmusan, sonra pis bir şey olub. Elə bir keçmiş xatirə, anı. Bu keçmiş həyat bu həyatın deyil ha. Keçmiş həyatdır. Yəni bu ay doğulmamışdan öncəki həyatın. Bu mövzuyla bağlı yəni. Bəli, parlamaq, ulduz olmaqla bağlı qorxu, narahatlıq gəlmir ağlına. Biraz. Nə gəldi? Demək istəməsən ürəyində. Bəli, biraz gəldi. Biraz gəldi. Aha. Demək bax 3 səviyyədə yoxdur. Ruhsal yoxdur, 0-6 yaş yoxdur, genetik yoxdur, keçmiş var. Aha. Gördün, keçmiş həyat səviyyəndə bu uğurlu olmaqla bağlı blokaj tapdıq bu proqramda. Aha. İndi nə tapmısan da hərə bir şey tapacaq. Hərənin inancı fərqlidir. Gözümü açım. Yox, gözü bağlı da. Aha. İndi de ki, var olan hər şeyin yaradanı. Var olan hər şeyin yaradanı. Düşündüyüm bu inancı, Düşündüyüm bu inancı, uğurlu olmağıma əngəl olan bu inancı uğurlu olmağıma əngəl olan bu inancı ləğv edirəm, ləğv edirəm, yox edirəm yox edirəm və yaradanın işığına göndərirəm. və yaradan işığına göndərirəm. Oldu, oldu, oldu. Oldu, oldu, oldu. İndi bu inancın ləğv edilməsinə şahid ol. Sanki qara bir tüstü kimi qalxır yaradanın işığına. Tam şahid ol, rahat ol. Çünki səninlə bərabər izləyicilər də eləyəcək eyni anda ona görə. Yenə elə qara tüstü. Boz tüstü çıxır elə bil Qoy ki. qalxsın, tam şəfalananda Başımın üstündən. deyərsən mənə. Tələsmə, qoy qalxsın, tam relaks ol, rahat ol. Ağ işıq görəndə, rahatlıq hiss eləyəndə, relaks hiss eləyəndə mənə de. Artıq gəlir, hə. Qoy tamamlansın. Mən də şahid oluram. Əla. İndi denə, var olan hər şeyin yaradanı. Var olan hər şeyin yaradanı. Uğurlu olmağı, Uğurlu olmağa niyyət edirəm. rahatlıqla uğurlu olmağı seçirəm. Rahatlıqla uğurlu olmağı seçirəm. Üçüncüyə bir sən nə qoyursan, o zehnindəki qorxu nə idisə, onun müsbətini, onu özün yaratmalısan. Aha, bildim. Yəni mən indi nümunə gətirim, example. Deyək ki, məndə keçmiş həyatda inanc çıxdı ki, uğurlu olsam məni qınayarlar, atıram nümunə kimi. Bu inancı dəyişdirirəm, indi özümə yükləyirəm axı, müsbət yükləməliyəm. Uğurlu olaraq insanlar məni dəstəkləyər. Uğurlu olaraq insanlar mənə xoş söz deyər. Hamı arxamda durar. Müsbət inanc yükləməlisiniz. Yüklədiniz, deyirsiniz, təşəkkür edirəm. Yüklədim. Təşəkkür edirəm. Oldu. Oldu. Aferin. İnşallah. İndi Yaradandan bir ağ işığın axmasına şahid oluruq və gözlərinizi açırsınız.
Əla, möhtəşəm. Şifa olsun. Murad bəy, bugün podkast olan ancaq seanslar Seans. oldu. Nə gözəl. Həm də göstərir ki, insanlar Əla, rahatlıqla icra etsin. praktik şəkildə göstərdiyi çox sağ olun, çox maraqlı, qəribə bir hisslər keçirirəm. Sağ olun. Çox Üzünüzdə hiss olunur, maraqlıdır. şəfalanmış, təəccüb. Bəli. Dünyada gözəldir. bu arada onu deyim, arzumuza çatmaq üçün ən rahat üsullardan biri təəccüb hissi keçirməkdir. Təəccüb hissi. Aha. Təəccüb çox maraqlı hissdir. Biz təəccüb hissini nə zaman keçiririk adətən? Heyrətlənəndə, Daha ya çox- xoşbəxt olanda, Bəs hansı yaş aralığında daha çox keçiririk? gənc yaşlarında, Uşaq uşaq yaşlarında Alma, marojna, məktəb, müəllim, həkim, hər şeyə təəccübləniririk. təəccüblənirik, sevinirik. İndi bəli. təəccüblənmirik. Niyə? Üzə əzbərləmişik. Sanki bir Adiləşir. yaşdan sonra hər şey eyniləşir də, hər şeyi bilirsən. Da kəşf ediləsi bir şey yoxdur. Bu kitabdır, mikrofondur, sudur, stəkandır. Ona görə təəccüb hissini az keçirdiyimizə görə həm daha az xoşbəxt oluruq, həm də arzumuza da gec çatırıq. Çünki təəccüb hissi insanın bədənində o enerjini artırır. Misal, insanlar bəzən səyahət etməyi niyə sevirlər? Onlar yeni bir şey görəndə, wow, Yeni şəhər, yeni təəccüb insanlar, hissi bəli, keçirirlər. doğrudur. O təəccüb hissi insanın həyat eşqini artırır. Gözəldir. Həyat Biz eşqi- səyahət edəndə bunu hiss edirik. Yəni rəngbərəng insanları görürük, sanki belə qəribə, xoşbəxt oluruq. Bəli. Əlbəttə. Çünki təəccüb hissi bizim enerjimizi artırır və yaşam eşqini də artırır. Yaşam eşqi. Bəli. İndi arzulara çatmaq üçün demək biz ruh, zehin və bədən və bu proqramlar necə ləğv edilir, yenisi yüklənir, hamısını öyrəndik. Öyrəndik. Okay, çox sadə. Yadındadır. Yadımda qaldı. Bədəndədirsə kəs, çıxart, keçsin, bağla. Zehindədirsə əmisinə olar, sualı ver və araşdır. Hansı blokaj çıxıbsa, onu neqativ proqramı çıxardıb müsbət Müsbətini qoyursan yerinə. Bu qədər sadə. Arzuya çatmaq üçün daha sonra növbəti addım bizim özümüzdə xarakterik olaraq yaratmalı olduğumuz nüanslardır. Aha. Buradan ilk öncə Murphy qanununu nəzərə alaraq, hər dəfə deyirəm, Bəli. Murphy qanununu nəzərə alaraq bir hadisədə tərs getmə ehtimalı varsa, o hadisə mütləq tərs gedəcəkdir. Bunun Sən qarşısına heç nə eləyə heç bilməzsən. nə eləyə bilmərsən. O kaderə daxil olur. Evet. Ona görə bir hadisəni kontrol etməyi buraxıb ilahi axışa keçməkdir. Aha. Təslimiyyətdə olan bir insanın arzuladığı bir şey olursa bir günə, kontrol edən insanda olacaq 100 günə, 10 günə. Çünki təslimiyyət şərtdir. Mütləq bu mərhələyə, mərtəbəyə çatmaq lazımdır. Bayaq da dediniz Murad bəy, bəs kontrolu necə buraxaq, nəzarəti necə? Elə bilir ki, kontrol buraxsaq hər şey dağılacaq. Axı biz planlamışıq işimizi, gücümüzü, evdə hər şeyi səhmana salmışıq. Necə Aydındır. olsun? Bunun üçün ilahi təslimiyyət lazımdır. Təbii ki, dillə demək asandır. Deyirsən Bəli. buna necə keçim? Əslində biz gün boyu təslimiyyətə keçə bilirik. Ha, necə? For example, nümunə Bəli, gətirim sizin nümunə. üçün. Biz bir avtobusa minirik, sürücünü tanımırsan. Ona güvənib gedirsən də amma. Qəza eləmə ehtimalı var, amma güvənirsən. Heç vecivə deyil kim sürür. Telefon oynadan, söhbət eləyən, hamı öz işində. Hə də. Demək o anda sürücüyə nə edirsən? Etibar İnanırsam edirsən. ki, Bəli. bilirəm ki, orada peşəkar əyləşiblər. Bəli. Və yaxud biz bir təyyarəyə minirik, bizi minlərcə metr yuxarı qaldırır. Yerdən az qala 2 kilometr, 3 kilometr bəzən yuxarıda olur. O səviyyədəsən, yerdən 3000 metr yuxarıdasan və ona güvənirsən. Rahat otururuq belə. Amma mütləq olan və hər şeyi yaradan, kamil olan, alim olana güvənmirik bəzən. Yəni yaradana. Bu hər şeyi kontrol etmək istəyən şəxs daxilində Allahlıq iddiası olan şəxsdir. Bunu deyim, bu bir sirdir. Həm dini, həm də spiritual sir. Aha. Spiritualizmdə ilk mərhələ, yəni siz getsəz Tibetə, yoqlara, vedalara, rahiblərə qoşulsaz, ilk öyrənəcəyin dərs odur ki, kontrolu burax. Hadisələri Bu qədər kontrol önəmlidir, edən yəni. şəxs Allahlıq iddiasında olan Aman şəxs. Allah, qorxdum Murad bəy. Bəli. Bu sözü eşidəndən sonra mütləq artıq heç nəyə fikir verməyəcəksən. Niyə kontrol edən tanrılıq iddiasındadır? Uşağa deyir ki, bunu elə, onu elə. Yönəltmək mənasında demirəm, amma mən istəyən olsun deyir. Uşaq böyüyüb Mən 25 dediyim yaşı kimi var, olmalıdır. bir qızla evlənib yenə də kontrol eləyir ona. Aha. Bunu elə, onu elə, ora get, bura get. Bu kontrol tanrılıq iddiasıdır. Və yaxud hadisələri kontrol etməyə çalışır. Hər şey onun istədiyi kimi olsun istəyir. Amma burada təslimiyyət harda qaldı bəs? Bəs, bəli, bəli.
həyat heç vaxt tam dəqiq deyil. İnsanlar deyir ki, həyatı belə məntiqli yaşamaq lazımdır. Həyatı düz yaşamaq, kontrolda Biz yaşamaq hər şeyi lazımdır. ölçüb biçirik, fikirləşirik. Bu tamamilə yanlış yaşanmış. Xərcləyəndə həyat. belə hesablayırıq ki, bu qədər bura, bu qədər. Təbii bura. ki, bu səhvdir. Xırdalıqlarını elə eləməməliyik. Yox. də onu. Yəni demirik, Özümüz həyatı öz həyatımızı başıboşla çətinləşdiririk. yaşamırıq. Hə. Sadəcə həyatda təslimiyyət nədir? Təslimiyyət axışda ola bilməkdir. Təbiətdəki hər şey axışdadır. Təbiətdə nəsə nəyisə kontrol eləyirmi? Yox. Fəsillər bir-birini dəyişir. Hər şey Ağaclar spontan yarpağını olur. tökür, Və bəli. təbiətdəki heç nə əslində özü üçün yaşamır. Yəni heç bir su özü üçün axmır, günəş özü üçün qalxmır, ay özü üçün doğmur, heç bir alma ağacı öz almasını yemir. Təbiətdə inanılmaz güclü bir ekosistem var və təbiətdəki hər şey sanki fədakarlıq eləyir bizlər üçün. Xidmət eləyir Xidmət sanki. eləyir. Yəni Özünə biz- yox, hər kəsə. Bir su özü üçün axmır. Bəli. Bir ağac sənin üçün bar verir də, özü o meyvəni yemir. Hər şey belədir. Və bu ekosistem vardı təbiətdə. Təbiətdə spontanlıq var. Misal heyvanlar, bitkilər, ağaclar, bunların heç biri kontrol eləmir ki, mən gələn yay nə yeyəcəm və hara gedəcəm. Spontandır. Varsa yeyir, yoxdursa səbr eləyir. Axışa buraxır. İlahi axışa Bəli. buraxır. Siz belə deyəndə bir sözü xatırladım, üzr istəyirəm, sözünüzü kəsdim. Bir dəfə çox belə görkəmli ustaddan eşitdim. Əgər kimsə sabahın ruzisinin dərdini çəkirsə, demək ki, o Allahı tanımayıb, Allaha Əlbəttə. yetərincə inanmayıb. Burada niyə bu məqama toxunuruq? İlahi təslimiyyət olmadan arzulara çatmaq olmur, təbii ki. Üçüncü bizim üçün prioritet lazım olan əsas məsələlərdən biri bizim daxili disiplinimizin olmasıdır. İndi gəldik sosial həyata. Disiplin əşyaları, hadisələri və insanları kontrol etmək deyil. Elə onu soruşmaq, bayaq dediniz ki, kontrol, nəzarət, Yox. disiplin özünə nəzarət demək deyil, disiplin. Disiplin- Mən idmana gedirəm, qaydasında getməliyəm, hər gün müəyyən vaxtda getməliyəm, müəyyən vaxtda Aydın. gəlməliyəm. Disiplin o deyil də, disiplin özünə qarşı olan disiplindir. Aha. Başqasından heç nə Sizin istəmirsən. disiplininiz, mənim disiplinim nədir? Murad gəlir Bəli. bura, Murad kitabını oxuyur, özü üçün, özüm üçün. Öz aləmimdəyəm. Öz kitabımı oxuyuram, özüm danışıram. Mən durub nəzakətli idarə eləmirəm ki burada. Bu kontroldur. Deyirəm yox, sən səhv oturmusan, düz otur, kitabı qabağa qoy, bu sözü de. Başa düşdüm. Disiplin mənim özümə aid xas olan bir nüansdır. Bəli. Yəni mən duyğularımı idarə eləməyə öyrənməliyəm. Niyə? Nəfsimlə mübarizə aparmalıyam. Bəli. Çünki ola bilər ki, mənim arzularım mənim nəfsimə xidmət eləsin. Necə xidmət eləyə bilər? İndi siz müsbət düşündüyünüz üçün öz zehninizdə müsbət arzular tutmusan. Podkastım qalxsın. Uğurlu Misal olsun. bir qumarbaz daha çox qumar oynamaq istəyir. Bir narkoman daha çox narkotik istəyir. Onun da arzuları budur. Onun nəfsinə xidmət elədiyi üçün alınmayacaq. Alınsa da yarım qalır. Deməli Gərək biz ki- arzumuzu özümüz üçün yox, hamı üçün istəməliyik. Arzu- Hamının faydası üçün Bəli, istəməliyik. aynen. Başa düşdüm. Arzu elə bir arzu olmalıdır ki, həm özümə, həm bəşəriyyətə fayda versin. Əgər özünə və bəşəriyyətə fayda vermirsə, bu arzu olmayacaq. Arzu olmur. Bax misal mən 10 ildir fəaliyyət göstərirəm. 10 ildə deyərdim ki, mən son 4 ildir daha çox parlamışam insanların gözündə. Niyə? Çünki Təslimiyyətə o keçmiş. 6 ili əsas o deyil. 6 ili sanki xidmətsiz keçirdim. Sonra qərar verdim ki, mən insanlara xidmət eləməyi seçirəm. Həzrəti İsa nə deyirdi? Həzrəti İsa öz tələbələrinə sual verir. Deyir ki, aranızdakı ən üstün insan sizcə kimdir? Hərəsi bir şey deyir. Öz aralarında da odur, budur. Əslində cavab sonra izah eləyir Həzrəti İsa. Ən üstün insan xidmət eləməyi bacaran insandır. Başqalarına xidmət. Ona görə Həzrəti İsa ən balaca tələbəsinin ayağını yuyurdu. Görürsüz. Fikir versəz Roma papalarında elə bir adət var. Ayaq yuma, Bəli, əyilmə, bəli, təzim etmə. Buddizmdə də vardı və ya bir çox şeydə var da, yoqada və digər rahiblərdə də var. Niyə? Gör indi egonu nə qədər endirməlisən ki, Eqonu aşağı. endirməlisən. Təkəbbürü yox Bəli. eləməlisən. Və arzu və niyyətin artıq sənə də bəşəriyyətə də fayda verməkdir. Mən əvvəl beynimə elə qoymuşdum ki, mən öyrənməliyəm. İndi deyirsə bu bilgilər hardan Bəli. gəlir? Həmin o 6 ildə çox seans eləmişəm təbii ki. O 6 ildə ancaq özümü inkişaf elətdirmək üzrə düşünürdüm. Elə bir mərkəzdə mən idim və inkişaf eləyirdim. İnsanlara faydam dəyirdi.
Amma kimlər ta mənə gəlib düşə bilənlər də, Lordi qəbulumuza düşə bilən, Lordi ətrafımızda olan adamlar. Ondan sonra dedim ki, axı mən bəşəriyyətə də fayda verməliyəm paralelində. Elə beynimə qoymuşdum ki, Einstein kimi də gedim kvantı çözüm, bunu çözüm, bu psixoloji durumu düzəldim. Sonra dedim ki, yox, artıq bundan əlavə mən insanlığa və bəşəriyyətə də fayda verməliyəm. O xidmət və faydanı seçəndən sonra parladım. Axı siz o bilikləri öyrənməsəydiniz insanlara, cəmiyyətə necə fayda verə bilərdiniz? İkisi də olmalıdır da. Bəzi insanlar öyrənir, xidmət eləməyi bacarmır. Azərbaycanda o qədər savadlı... Öyrəndiyi ancaq özünə xidmət edir. Azərbaycanda o qədər savadlı həkim var ki, onları heç kim tanımır. Niyə? Öyrənməyi bacarır, amma xidmət etməyi bacarmır, egosu qoymur. Deyir, mən niyə insanlar belə, elə bir minnət eləyir də, Lordi deyim, egodadır. Allahlıq iddiasındadır. Niyə görə mən bunu eləməliyəm? Ya da çox mükəmməliyyətçiliyi axtarır. Ən mükəmməl olsun, o zaman eləyərəm. O zamanı gözləyir. Siz bir dəfə demişdiniz təlimlərdə, yadımdadır. Mükəmməl ya ölüb, ya da hələ doğulmayıb. Doğulmayıb. Yadımda yəni ki, deyək Murad indi terapistdir, şəfacıdır, danışır və deyək bu qədər bilgi öyrənmirsən. Təbii ki, mən heç nə bilməyən biri ilə də danışıram. Xidmət etmək budur da. O həkim çox savadlıdır, amma heç kim tanımır. Niyə o xidmət etməyi seçməyib? Mən seçmişəm axı. O deyək cahil biri ilə təmasda olmur. Çünki özünü qoruyur. Lordi ilə deyək. Mən xidməti seçdiyimə görə Muradın ruhu artıq əvvəl seçib xidmət sahəsini. İndi razılaşma baş tutdu. İndi razılaşma baş tutdu. Mən hər tipli insana xidmət eləyirəm deyə avtomatik onların enerjisi məni qaldırır. Ayrı seçkili eləmirsiniz. Xidmət eləməməyi seçmək isə egodur. Xidmət etməməyi seçmək. Egodur. Ona görə də hadisələri kontrol etmək, hər şeyi çox düşünmək, çox planlamaq, aşırı üzərində belə beyin yormaq, bunlar Allahlıq iddiasıdır. Hər şeyi qırağa qoyursan, daxili disiplin yaradırsan özündə. Və ilahi axışa güvənirsən. Bəli, duyğularını idarə edə biləsən deyə. Niyə? İndi bunun niyə disiplin lazımdır, onu deyim. Disiplin ona görə lazımdır ki, Muradın əlinə bir güc keçib. Murad manipulyasiyanı bilir, psixologiyanı bilir, deyə spiritualizmi bilir. Bunu mənfi yöndə də idarə edə bilərəm də. Sizi şəfalandırdığım kimi, səni inandıra bilərəm ki, səndə çox pis bir şey var, $100,000 ver, mənə düzəldim. Nümunə. Buna insanları inandırmaq daha asandır. Negativə daha asandır. Demək, Muradda daxili disiplin olmasa, irfan olmasa nə edir? Mənfiyə yönəldə bilər ki, eləyənlər var. Misal, insanlar gedir, bir falçı onlara deyir ki, yox, səndə çox ağır zadı var, get 10,000 ver düzəldək. Və gedir, verir. Yəni, gördünüz disiplin nəyə lazımdır? İnsanın o xidmət yolundan şaşmaması. Cızığından çıxmaması üçündür ilahi. Yəni, həm özünə nəzarət eləməlisən, həm xidmətdə olmalısan, həm təslimiyyətdə, ilahi axışda olmalısan. Əla, bura kimi öyrəndiyi praktikalarda elədik. Murad bəy, indi bir şey var. Amma bəzi insanlar böyük arzular arzulayır və onlara çatırlar da, necəsə çatırlar. İllər sonra çatır da. Sonra o arzuya çatandan sonra sanki o arzu onun gözündə dəyərsizləşir, əvvəlki qüvvəsini itirir. Onda demək ki, o onun həqiqi arzusu deyildi. Biz necə ayırd eləyək ki, bu arzu həqiqətən mənim istəyim idi, yoxsa egonun səsi idi, yoxsa cəmiyyətin diktə elədiyi tələbat idi? Onun fərqinə necə vara bilərik? Aydındır. Buradakı səs, biz hər hansı bir arzunu istəyirik, zaten ona çatırıq. O zaman istəmsizcə o bizim gözümüzdən düşür. Zaten bu normal bioloji bir haldır. Əgər bu olmasaydı, heç bir tərəqqi və inkişaf olmazdı. Deməli, bu normaldır. Hamı əlindəki ilə yetinsəydi, səncə biz kameraların qarşısında milyonlara xitab eləyə bilərdikmi? Həmişə daha çoxunu istəyirik. Arzudan arzu doğur. Bu super bir şeydir. Hər zaman daha çoxunu istəyin. Bir arzuya çatdın, keç növbəti arzuya. Bu bizim də güclü eləyir, yəni. Yerində saymayın. Yəni milyoner oldun, keç milyarder ol. 10 kitab oxudun, keç 100 kitab oxu. 1 milyon insan sizin podkastı izlədi. Elə eləyin ki, qlobala çıxın, dünya izləsin. Hər zaman qoy bu olsun onlarda. Yəni bunu düzəltməsək də olar. Biz bu stimulu necə əldə edə bilər insan bunun üçün? Bu bilirsiniz necə bir şeydir. Bir dəfə ki onu yaşayırsan, mənim həyat velosiped sürmək kimidir. Hər zaman deyirəm. Bu velosipedi pedalladığın müddətdə sən gedirsən. Elə ki durdun bir işdə, bir niyyətdə. Sonra getməyəcək o iş.
Həvəsin ölür. Həvəsin ölür. Çünki enerji dayandı. Durğun enerji heç bir şey yaramır. Biz daim hərəkətdə olmalıyıq o zaman. Durmadan hərəkətdə olmalıyam. Bəzən məndən sual verirlər ki, ay dostlarım, yaxınlarım və ya pasiyentlər, ay Murad bəy falan, siz niyə heç istirahət eləmirsiniz? Misal, bu gün bu qədər neçə seansdan sonra gəlmişəm bura misal. Niyə? Çünki istirahət etmək və yaxud durmaq enerjinin durmasıdır. Enerji bir dəfə durdusa, o tamamilə durur. Bu həmişə dövr eləməlidir. Hər zaman dövr eləməlidir, hər zaman. Bunu həyatda, biznesdə, ticarətdə sınaya bilərsiniz. Şəhərin ən işlək yerində olan bir dükanı biz götürək bu mağazanı. Ki onu bir 5 gün bağlı saxlayaq. Onu açandan sonra enerjisi düşəcək və çox az satış olacaq. Çünki Tez də enerji unudulur durdu. və insanlar tərəfindən də tez. Biz insan olaraq unutqan varlıqlar. Həm unutqanlıq, ondan əlavə, sosial təsirdən əlavə onun enerjisi düşür. İnsan da belədir. Yəni siz başlayın, adi bir oruç tutursan, oruç tutanda 7 gün tutdun, 8 gün tutdun, sonra nəsə oldu, deyək bir xəstəlik oldu. 1-2 gün tutmadın, ondan sonra tutmursan. Fasilə verəndə çətinlik. Fasilə olmaz da, həyat elə bir velosipeddir. Durmadan pedallamalısan. Hansı leveldə olursan ol, istəsən milyarder ol, istəsən milyoner ol, istəsən sadə insan ol, gərək o enerjini durmadan pedallayasan ki, uğura gedə biləsən. Murad bəy, dəyərli məsləhətlərinizə görə təşəkkürümü bildirirəm. Amma bir məqama istəyirəm diqqət yetirək, tamaşaçılara bildirmək istəyirəm. Mənim yanımda çox gözəl, möhtəşəm bir kitab var. Bu Murad Quluzadənin öz kitabıdır. Mən bunu oxumuşam. Çox gözəl, burada faydalı bayaq bərabər çalışdığımız çalışmalar var ki, hər biriniz bunu evdə eləyə bilərsiniz. Mən düşünürəm ki, hətta bu kitab sizin gündəlik stol üstü kitabınıza çevrilməlidir. Elə diqqətimi nəyə çəkdi? Əlimə alan kimi kitabı. Burada nə yazır? Burada nə yazır? İstəklərinə sahib olmaq istəyirsənsə, sahib olduqlarına şükr et. Bəli. Ən vacib məqama. Bizə axı siz həmişə şükr etməyi öyrədirsiniz Murad bəy. Hər yəni zaman. belə bir söz də var Qurani-Kərimdə, səhv eləmirəmsə, şükr eləyin ki, sizə olan nemətimi artırım. Bəli. Bu nə qədər doğrudur. Burada da manifestdə də bu işə yarayır, arzularda da. Biz əlimizdə olana şükr etməliyik və əlimizdə olmasını istədiyimiz üçün də şükr etməliyik. İstədiyimiz üçün. Bu necə bir şeydir? Yəni siz hal-hazırda Nəzakət xanım səhərlər durmalıdır və deməlidir ki, Allahım, 1 milyon insan məni izlədiyi üçün təşəkkür edirəm. Olmuş şükür kimi edirəm. artıq. Olmuş kimi. Artıq o arzun olub. Bir növ elə bir sistemin boynuna qoyursan. Xahiş edə belə. Yaxşı Murad bəy, bunu xüsusi bir halda eləmək lazımdır, sadə bir halda, yoxsa bunun üçün də mütləq teta dalğasına yüksəlmək lazımdır. İstənilən halda eləyə bilərsən. Tanrı bizimlədir, hər yerdə, özümüzdədir. Hər birimiz eləyə bilərik. Əlbəttə. Axı mən eşitmişdim ki, gecə yatanda yuxusuzluqla oyanıqlıq arasında baş verən məqamda bunu arzulamalıyıq, olmuş kimi şükr etməliyik. Bir də səhər oyananda. Bəli, elə desək qarışar da. İnsanlar hər zaman şükr eləsin, problem yox. Nə vaxt ağlıma 7-24 gəldi, olmuş şükür kimi eləyək şükür. də. Hətta bölməyək zamanı. Bugün bu suyu içə bilirəmsə, şükür Allaha deyəcəm. Bəli. Ən xırda şeylərə belə. Fərq yoxdur. Bunu etdiyim üçün Bəli, şükür et və bəli, sənə bəli. eyni anda istəklərinin olduğu üçün də şükür et. Olmuş kimi davran. Bu da daha çox işə yarayan amillərdir. Bəzən biz elə arzulamaq istədiyimizə görə də şükr eləyə bilərik. Mən o qədər insan tanıyıram ki, onların heç bir arzusu yoxdur. Bəli. Bilirəm ki, vaxtımızda çox az qalıb, amma biz bir çoxu demək olar ki, bütün məqamlara toxunduq. Arzuları necə eləməliyik başa düşdük. Çox sağ olun. Amma elə ki bir məqam qaldı axı. Düşüncəmizi necə idarə eləməliyik? Siz bayaq dediniz ki, nəzarəti buraxın. Yaxşı buraxsaq bunu fiziki olaraq, hərəkət olaraq nəzarət eləmirik heç kimə, uşaqlara da heç kimə. Amma düşüncəmizdən keçir də, o düşüncələr bizə əziyyət verir. O düşüncələri durdurmağın bir yolu varmı? Bəlkə onları da durdurmaq lazımdır ki, orada boşluq yaransın, biz hər hansı bir arzunu rahat şəkildə manifest eləyək. Düşüncələri durdurmağın üsulu teorik olaraq yoxdur. Niyə? Çünki bizim zehnimiz hər zaman düşüncə ilə məşğul olacaq. Sadəcə düşüncələri yönləndirməyin üsulu var. Çünki axı siz bizə deyirsiniz ki, xoşbəxt olmaq istəyirsinizsə, anda qalmağı bacarmalısan da. Bu elə də asan məsələ deyil axı. Anda qalmaq üçün, yəni xoşbəxt olmaq, rahat olmaq üçün mütləq düşüncələri yönləndirməyi bacarmalısan. Düşüncənin olmamasını istəmək olmaz. Hər zaman olacaq. Müsbət, mənfi, negativ, neytral. Düşüncələri yönləndirmə halı və prosesi vardır meditasiyada.
Düşüncələri yönləndirmək nə deməkdir? Deyək zehnimdəki düşüncələri bir dalğaya bənzətsək, su axarına da dalğa kimi axır. Bu düşüncələri mən ilişib qalmamalıyam. Yəni burada bir qanun var, spiritual qanun, hökm verməmə qanunu. Bir düşüncə gəlir və sən orada hökm vermə. Deyək Nəzakət xanımın ağlından bir düşüncə keçdi. Görən uşağın başına mənfi bir şey gəlməz məktəbdə. O düşüncəyə hökm vermə. O düşüncəyin daxil olduqca içərisinə başlayır ki, birdən bıçaqlayarlar, birdən o olar, birdən bu olar. Daha da dərinə getdikcə daha da çoxalacaq. Ssenari böyüyür. Ayso, ssenari arta gedir. Amma onu indi kiçil. Fərzlə o düşüncə gəlir, sən sadəcə izləyib buraxırsan. Yəni hər hansı bir hökm vermirsən. Mühakimə eləmirsən. Mühakimə eləməsək, hər hansı bir hökm verməsək, o düşüncə bizi incitmir. Və düşüncələri sadəcə buraxmağı öyrənsən, yəni izləməyi də hökm verməsən, o zaman heç bir düşüncə səni narahat eləmir. Özün qərar verə bilərsən ki, mən bu gün nə düşünürəm. Özün qərar verir. Dünyadakı ən müstəqil insan təyyarəyə minib istədiyi hər yerə uçan insan deyil. Dünyadakı ən müstəqil insan bu gün nə düşünəcəyini özü seçən insandır. Çünki siz təlimlərdə necə demişdiniz, bütün müharibələr burada başlayır, burada da bitir. Deməli onda biz şuuraltımızla dost olmalıyıq, onu idarə etməyi öyrənməliyik. Əlbəttə biz öz şuuraltımızla dost olmalıyıq. Hökm verməmək də eyni digərləri kimi tanrılıq iddiasından, Allahlıq iddiasından uzaqlaşmaqdır. Egodan arınmaqdır. Biz mütəmadi hadisələr haqqında, insanların bizə davranışı haqqında, övladının sənə olan davranışı haqqında, iş yerindəki insanlar haqqında hökmlər veririk. Murad pisdir, Əli yaxşıdır, yəni, qınayırıq. Leyla pisdir, Zeynəb yaxşıdır. Misalda belə-belə qınayırıq. Bölürük insanları. Bunların hər biri hökmdür, hakimlikdir. Hakim olan kimdir? Allah. Aha, bəs biz necə hökm veririk? Hakim odursa, bizim ona ixtiyarımız yoxdur. Əgər hakim odursa hökmü mən necə verirəm? Demək hökm verə bilmərəm. Yenə də Allahlıq iddiasındasan sanki. Bəli. Ona görə də burada qınamaqdan, yargılamaqdan, hökm verməkdən uzaqlaşmaq lazımdır. Uzaqlaşmaq üçün də buraxırsan o düşüncələr gəlir və gedir. Biraz hökm vermirsən. Biraz Allahlıq iddia eləmirsən. Bəs Allah. Çox sağ olun Murad bəy. Həqiqətən bu dəyərli söhbətlərinizə görə düşünürəm ki, bizi izləyən hər kəs üçün maraqlı, faydalı bir podkast oldu. Şərhlərdə bu barədə yazın, fikirlərinizi öyrənmək istəyirəm. Çox maraqlı idi. Hər bir cümləsi qızıl dəyərində olan bir biliklər idi mənim üçün şəxsən. İnanıram ki, tamaşaçılarımız üçün də belədir. Murad bəy, təşəkkürümü bildirirəm gəldiyinizə görə. Növbəti verilişlərdə fərqli mövzularla yenə istəyirik ki, qonağımız olasınız və son sözünüz varsa buyurun deyin. İnşallah. Əlbəttə mən də çox minnətdaram. İnşallah bu içimizdəki işıq proqramı işıq olub hər yerdə parlayar, insanları şəfalandırar. Mənim kimi məndən də daha üst qonaqları çağırarsınız buralara. İnsanlar onları dinləyərlər, oyanarlar, fərqinə vararlar. Bizi dinləyən, gələcəkdə dinləyəcək, bu videoları görəcək. Hər kəsə indidən təşəkkür edirəm. Yolunuzda işıq, sevgi olsun hər zaman. Hər kəsə minnətdaram. Çox sağ olun, çox təşəkkürümü bildirirəm. Sonda isə onu demək istəyirəm ki, əgər bu gün hansısa arzularımız için olmursa, bəlkə də dayanıb daxilimizə nəzər salmağın vaxtı gəlib çatdı. Çünki qaranlığı dəf eləməyin ən gözəl yolu, yeganə yolu daxilimizdəki o saf işığı oyatmaqdan keçir. Sevgi və işıqla qalın, hələlik.